səndə də olur ki, nəsə məqsəd qoyursan qarşısına və bu məqsəd üçün növbəti günlərdə heç addım ata bilmirsən, nələrsə edə bilmirsən və sonra da özünü etiketləməyə başlayırsan ki, mən tənbələm, mən onsuz iradəsiz insanam, mən çox zəif biriyəm. Əslində belə deyil. Yəni sən tənbəl və ya da ki, iradəsiz, zəif bir insan deyilsən və ya da ki, tənbəllik ümumiyyətlə sənin xarakterin deyil. Bunu bilməyini istəyirəm. Bu ola bilər ki, sənin sinir sisteminin uzun müddət sağ qalmaq modunda yaşamağından irəli gəlir. Yəni, bu necə baş verir? Hansı ki, biz uşaqlıqda həddindən çox emosional olaraq yetkin olmayan bir ailədə böyümüşüksə, emosional olaraq tək qalmaq məcburiyyətində olmuşuqsa, hisslərimizi adlandırmaqda, ümumiyyətlə həqiqətən də dəstəyə ehtiyacımız olan anlarda dəstəksiz qalmışıqsa, həddindən çox travmalara məruz qalmışıqsa, bu fiziki ola bilər və ya da ki, məsələn, təcavüz ola bilər ki, bu çox ağırdır. Və ya da ki, həddindən çox bəlirsizliklərin, təşvişin, davadalaşın olduğu bir ailədə böyümüsənsə, sənin sinir sistemi sağ qalmaq modunda yaşayır. Çünki sağ qalmaq modunda yaşamaq məcburiyyətində olur və ümumiyyətlə həyat, olduğu yer, ortam o qədər təhlükəli olub ki və sən məcburən, yəni sağ qalmaq modunda yaşamalı olmusan. Yəni ya qaç ya da don şəklində və indi də bu şəkildə yaşayırsan, heç fərqində olmadan. İndi isə özün-özünə belə etiketləri yapışdıraraq, hansı ki, mən tənbələm və ya da ki, ətrafdakı insanlar sənə deyir ki, sən çox tənbəlsən, yəni sən hərəkət etmirsən, sən özün üçün bir şeylər et də. Və ya da ki, sosial mediada bir çox coachlar, bir çox şəxsi inkişaf sahəsində olan mentorlar, insanlar deyirlər ki, özü üçün bir şeylər etməyə çalış da, yəni bir şeylər et. Və ya da ki, buna görə səni bəlkə tənbəl adlandırırlar, amma halbuki belə deyil. Yəni uzun müddət sənin sinir sistemin sağ qalmaq modunda yaşamaq məcburiyyətində olub və sağ qalmaq modunda yaşayan bir sinir sisteminə sahib bir insan, yəni onun üçün çox çətindir məqsəd yönlü olmaq, məqsəd qoyub nəsə etmək və ya da ki, həyatını sırf bir növ belə deyək də çox planlı, tərtibli, çox hərəkət yönümlü yaşamaq çox çətin olur. Və bu sinir sistemini, yəni tərbiyə etmək, bunu gelişdirmək mümkündür və sonraki reillərdə isə bunlar haqqında danışacağam ki, necə sinir sistemini tənzimləyə bilərsən. Belə bunun üçün məni izləməyə ala bilərsən. Belə